Read the invitation and choose the correct answer. Yəni, dəvəti oxu və doğru cavabı tap. Hi Jane, you are invited to my birthday party. Salam Jane, sən mənim ad günü şənliyimə dəvət olunursan. It will be on Sunday at 3 p.m. at my house. Bu, şənbə günü saat 3-də mənim evimdə olacaq. You have to wear a special costume for the birthday party. Sən doğum günü üçün, ad günü üçün xüsusi bir kostyum giyinməlisən. Have to wear, giyinməlisən. See you soon. Tezliklə görüşənədək. Kindly Carla. Məktubun sonunda bu tip sözlər yazılır. Yəni Carla'dan. Bəndlərə baxaq. A bəndində, A variantında belə deyilir. The birthday party will be held in the restaurant. No, the birthday party will be held at Carla's house. Bu düzgün cevap değildi. B variantında the visitors should wear official dress for the birthday. Yəni qonaqlar ad günü üçün, doğum günü üçün rəsmi paltarı geyinməlidirlər. Bizdə isə nə yazılmışdı? Special dress, special costume. Rəsmi yox, xüsusi kostyum. Deməli, bu düzgün cavab deyil. C variantında Jane can participate at the party on Monday. Yəni Jane şənlikdə bazar ertəsi iştirak edə bilər. Biz oxumuşduq ki, şənlik şənbə günü olacaq. Bu da yanlış cavabdır. Bizdən isə doğru cavabı tapmaq tələb olunur. D variantında Carla will celebrate her birthday alone. Burada deyir ki, Carla doğum gününü tək keçirdəcək. Xeyr, tək keçirməyəcək. Əgər bu bir dəvətnamədirsə, demək ki, tək keçirməyəcək. Sonuncu varianta baxaq. Jane should wear a specific dress for the birthday. Yəni Jane doğum günü üçün xüsusi geyim geyinməlidir. Bayaq biz nə oxumuşduq? A special costume. Special yerinə specific yazıblar. Yenə də eyni mənanı daşıyır. Ümumiyyətlə eyni mənanı daşıyan sözləri bilmək lazımdır. Çünki mətndə, yuxarıda mətndə başqa cür verilə bilər. Aşağıdakı bəndlərdə isə eyni mənanı verən başqa söz istifadə oluna bilər. Ona görə də sinonim, antonim mövzusunu bilək.